İstəsək, hər şey qaydasına düşəcək. Hər şey. Şeytan da gəlir, əsas bu işdə bizə mane olur. Plan qurur ki, səni o istəkdən məhrum eləsin. Sən ged Allah qapısına o qədər get yapış ki, istəyəsən. Desin, Allah, mən səndən istəmək istəyirəm. Belə dua eləmişsiniz. Bir var, istəyirəm filan şey, bir var, filan şeyi istəmək istəyirəm. Məsələn, mən deyim, Allah, mənə şəhadət qismət elə. İstəmirəm axı şəhadət. Aha deyim. Həmişə o zarafatı deyirlər ki, Məkkədə idim, deyir, neçə dənə dua yazdım. Filan şey və filan şey, filan. Axırda dedim şəhadət. Yəni ki, pis olmaz. Onda lehinəyəm, şəhid olum. Bir çıxdım hərəmdən, gördüm ki, orada da bir dəfə bir qarşı durum olmuş, güllə atırdılar falan. Gördüm ki, atırlar, qırılır cəmat falan. Dedim, Allah, mən xeyli duam var. Axırdan deyəsən başlamısan qəbul eləməyə. Mən şəhadəti axıra yazmışdım, sən əvvələ salmışsan. Belə şəhadət, bəzilərində belə də həqiqətən. Dildə deyirəm, mən Allah şəhid elə, şəhidliyi qismət elə, misal üçün. Yox, istəmək istəyirsən ki, bu şeyin şövqü mənim ürəyimə düşsün. Şəhadət istəyi, müharibə istəyi deyil, bunu biləsiniz. Mən həmişə demişəm, şəhadət bir məqamdır, mənəvi məqamdır. Ola bilər, bəzi adamlar güllə ilə, yara ilə, zərbə ilə dünyadan köçməsin, amma mahiyyətcə şəhiddir bu insan və elə şəhidlərin cərgəsində olsun. Bu şəhadət, o demək ki, şəhadət istəyirəm ki, müharibə olsun. Yox, şəhadət bir mənəvi məqamdır, mənəvi dərəcədir.